Bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Azərişıq Enerji Səhmdar Cəmiyyətinin rəhbərliyinə bu elektrik şəbəkəsi ilə bağlıdır. Bu hal-hazırda durduğum yer burası həmən uşaq bağçasıdır və həmin uşaq bağçasının yanında işıqlandırma var. Yəni bu işıqlandırmada istifadə edilən naqillərin yer xətti ilə, yəni yer səthi ilə gedib. Burada isə izolyasiya olunmuş, güya izolyasiya olunmuş şəbəkəni görürük. Və hal-hazırda bu nə cür düzgün və nə cür doğrudursa, bunu mən bilmək istəyirəm. Burada isə bağçadır. Yəni bu bağçadan çıxan uşaqlar gəlib buradakı bu naqilə əlin vurarsa və yaxud o naqilə əlin vurarsa, toxunarsa belə deyək, onun aqibəti necə olacaq? Yəni bu necə məsuliyyətsizlikdir? Bu insan həyatını necə heçə saymaqdır? Burada isə şəbəkənin qovşağıdır. Yəni bu insanların həyatını niyə heçə sayırlar bunlar?